dövlət qurumları kağızdan istifadə etmədən öz hesabatlarını monitorinq qiymətləndirmə portalı üzərindən təqdim edirlər və mərkəz tərəfindən də bu həyata keçirilir və bu prosesləri izləmək üçün hətta müxtəlif dövlət proqramlarına, məsələn, sosial-iqtisadi inkişaf strategiyası və yaxud da ki, böyük artışa dair birinci dövlət proqramı, Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı, həmçinin sonuncu olaraq cənab prezident su ehtiyatlarının səmərəli istifadə ilə bağlı strategiyanın da monitorinq qiymətləndirməsini İqtisadi Təhlil Kommunikasiya Mərkəzinə tapşırdı və bunların hər biri ilə bağlı real vaxt rejimində izləmə imkanlarına kimi yaradılıb. Yəni bununla bağlı monitorinq qiymətləndirmə aparılır. Eyni zamanda bir ərazidə, məsələn, böyük qayıdış ilə bağlı yeni qəsəbələrin salınması və yaxud yolların çəkilməsi, müvafiq obyektlərin tikilməsi ilə bağlı onlayn rejimdə hazırda orada gedən işi izləmə imkanı da verir bu monitorinq qiymətləndirmə. Eyni zamanda müvafiq peyk görüntüləri ilə bir il əvvəlki vəziyyətlə hazırki vəziyyətin müqayisəsi imkanını da verir.